Bu dəqiqə buraları gölətə təmizləyirsən. Sən indi mənə bax. Bir dəqiqə xalan buraları görmək arasın. Xalan gör burada bir şfakada açacaq. Bir dəqiqə dayan. Bizi belə silim öyle belə. Buranı gətirim, sarı güc var. Sarı güclə. Bu bilsən nədir? Anam gedib nədir? Neftli şampuan alıb neftli. Neftin mazıtını yiyip götürüb. Az dedim buna hardan tapsa rədi lazdır burada. Nefti güya kükürtlü dal. Demək kükürtlü diyor, neftidir, mazıtlıdır. Mazıtını yiyip götürüb buraları. Bu gelin sarı gücü getirin. Bir buranı da silim sonra. Koşun çay. Hay dostlar, bir dənə nə olar mənə takibatında, nə zəhmət olmasa. Sağ ol mənə Məftin, anamın ayağı çox sağ ol. Allah kömək olsun mənim izləyicilərimin. Kömək elədilər, dərman aldılar. Pul atdılar, dərman aldım, ayağı düzəlib, Allah'a şükür. Bəs mamamın ayağı, atamın bayısı. Neçə vaxtı ayağının dizlərində artroz var. Qışqıra-qışqırdı. Ben Bakıda gidəndə qalırdım. Bax, mamam bir, o. Ayağının dizinin çığırtısından çığırtısı göyə qalxır. Bütün qoşular eşitirdi. Gəldi, burada Fəxrəddin həkim deyirəm. Bərdənin o İmam Qulubəyli kəndində. Fəxrəddin həkim iğnə yazıb, maz yazıb. Bir yüz neçə manatlıq da. Durub indi rahat hərlənir. Bax, Allah hamd olsun. Az o, həkim də deyil, feşirdi. Gör, sən indi ona bax. Amma bax, bu həkim yine dava dərman gəlsə, Allah haqqı, mamam durub fərlənir. En azından ağrımır, o deyir, o ağrıdan canım tutarıqdır. Yerində hava ağrısa, o malzələri də deliyirsən. Hansı kəndi? Bərdənin İmam Qulubəyli kəndidir deyəsən. Bu gel. Abi neye görürsünüz? Pişmez olmuşam da ha. Bak bunun her şeyi var. Pişmez olmazsınız. Yine temizliğiyle gidip ağartıcı şeyler almışam ben. Ünvanlık için temizleyen, çölün temizleyen, ağartıcı. Test seçimim, yanımda test seçimim. Megayda test seçimim olsa da həftədə 2 həftədən bir, qışda 3 aydan bir çimirəm. Test dedi, daha başım qurumamış çimirəm tezdən. Başım qurumamış. Yayda da test seçimim, 2 həftədən bir bəsdir. Deterjan olar değil mi yoksa? Nömrəsi var ya kimin? Hə var. Kim istəsə deyər, direktə deyər atarım nömrəsini. Allah yerim olmasa mağaracıyım. Allah həkimə can sağlığı versin. Mən vallahi xəpa bu dəqiqə farenqitimi yedim. Lor həkiminin yanına, burun boğaz həkiminin. Onlardan yaxşı bu həkim var, dava dərman yazacaq. Elə dava dərman yazır ki, xeyrini görməsən mümkün deyil də yəni. Bilir də, deyirəm ay həkim desən, bu institut oxumamışsan, bu nətər bir təcrübə, deyirəm təcrübəlik deyil. 60 ilin həkimlər var elə.
İğni taşlı, iğni divardı. Gerekirse gene sabahsız, iki sabahsız. Çok güzel çünkü Allah'ım olsun. Ne hekimidir? Can hekimi her şeye bakır. Her şeye bakır. Bak anam ne yapına? Kur'an hakkı ki aile teslimli hekimler. Gitti Banisa'da bir hire derman yazdılar. Kur'an hakkı tesir edemedi. Arvadın ayağı pis oldu. Gittim onun yanına orada. Gittim onun yanına dedi ki bu bir dedim arvadın ayağını kesip ediyorlar kalalım diye. İncavara bax dedim həkim düzələcək, elini düzəlmir səndə. Allah hamd olsun malıcı yazıb bir anam yarım. Elə yaxşıdır ki. Kur'an haqqı. Kim istəsə desin, onun öncəsini verin. Yazıqsınız da, ne canınız ağrımasın. 5 gün yaşayırıq, niye öyle yaşayır? Valla mənim insanlara yazığım gəlir. Yazıqdır. Hiç olmasa 5 günlük ömrümüzü bir ağrısız acısız yaşayalım. Az dilim ağzımda ne ter yanır. Haradasın evimizde. Evimizdeyim aşkım. Az dilim ağzımda yandı. Allah bu şekerimiz adım yoktu ki. Soğukları 3 döndürəm var mı? İndiki eskiler bile su çeymir ha, hamısı sintetik şeydi. Hamısı sintetik ama benim bilirse suyu yöneteceğim ama. Bir tane su kalmadı, elimse barış su düşmeyeyim diyor. Aman güzel. Parçalara baktım, parçalar yaptı, indiki hanaz. Üstüne kedip eskiler aldıram, pistol eskiler. Hiç tayda suyu takdırayla bayına. Nene yadigarı ya. Ha nene yadigarımdı. Nene yaşlarda doğru. Allah hakkı. Yazıq nene. Yazıq nene az. Mən nənəmə bilsən nətər baxmışam. Nənəmə bilsən mən nətər baxmışam. Topal arvadıydı. Kur'an hakkı topal arvadıydı. Nenemin karşok düzeltmiştik. Elə bir iki şey kesitmişti. Nerede az onun adı. Ay, dilim ağzımda yandı. Nenem paraliz geçirmişti. Nenem paraliz geçirmişti. Nenemiz bak stolun ortasını değişmişti. Karşok koymuştuk. Nenem evde yedirdi şöyle. Çünkü evde qabaq tuvaletimiz yok idi. Tuvalette darvazanı görsüz görün o uzaklıqdadır. Onun bölümünde tuvalet vardı. Benim buradan oraya gelen az gece vakti. Arvada savunluyordum, kiseliyirdim, şamponluyordum. Arvadı ile temizliyordum dedi. O nene sağ kurman. Kök arvadıydı bak.